Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə şəkil münasibətləri mövzusunu öyrənirik. Mövzu abstrakt məntiqə aiddir. Həmçinin bundan əvvəl keçdiyimiz 3 dərs şəkil ardıcıllıqları, şəkil cədvəlləri, şəklin analizi mövzuları da abstrakt məntiqə aid idi. Bu dərsimizdə istifadə edəcəyimiz sual nümunələri daha öncə yüksəliş, dövlət qulluğu və magistratura imtahanlarında düşən sual tiplərinə uyğunlaşdırılıb. Gəlin vaxt itirmədən suallarımızla tanış olaq. İlk sual nümunəmiz isə belədir. Baxın, bu sual nümunəsində şərt çox sadədir. Deyir ki, sırada artıq olanı seçin. Fiqurların sayına baxsaq görərik ki, 3, 6, 9, 12 və 13 dənə. Belə çıxır ki, biz bunları 2-2 qruplaşdırsaq, bir fiqur artıq qalar və o fiqur hansı xüsusiyyətə görə artıq qalar? Və yaxud da ki, qruplaşdırarkən biz bu fiqurları necə qruplaşdırmalıyıq? Baxın, bu fiqurların aşağı hissəsində, dairədən aşağı hissədə onların qövs formasında, bucaq formasında, düzbucaqlı formasında hissələri var. Əgər bu fiqurların sağına və yaxud da soluna simmetriya tətbiq etsək, bir digər fiquru əldə edə bilərik. Misal üçün, nümunədə verilən ilk fiqura baxsaq, burada verilən bu fiqura baxsaq, bunun güzgü əksini tapa bilərikmi? Əlbəttə ki, bunun aşağı hissəsi bu formadadırsa, güzgü əksində də belə olmalıdır. Tez baxırıq, eynən bu formada olan hissələrə. Misal üçün, bu hissəyə baxsam görərəm ki, bunun yuxarı hissəsi düzgün gəlmir. Həmçinin keçirik bu biri tərəfə baxırıq. Burada, misal üçün, bu fiqura baxsaq görərik ki, hər ikisi doğrudan da tam olaraq eynidir, yəni bir-birinin güzgü əksidir. Misal üçün, bu fiqurda bu tərəfdən gətirib bir güzgü qoysaq və yaxud da bura simmetriya tətbiq etsək, növbəti bax, bu altından xətt çəkdiyim fiqur alınır. Ona görə bunların gəlin hər ikisinin də üstündən xətt çəkək. Yəni, artıq olan bunlar deyil də, belə deyək. Sonra keçək, növbətisinə baxaq. Bax, bu fiqura baxıram. Bunun aşağı hissəsi elə formadadır ki, o qədər də çox nümunə yoxdur buna bənzəyən. Gəlin, o dəqiqə baxaq. İstiqamət olaraq, misal üçün, bax, bu uyğun gəlir aşağı hissəsi, amma yuxarı hissəsi yenə də uyğun gəlmir. Ondan sonra baxaq bu fiqura. Düşünürəm ki, bunlar tam uyğun gəlir. Ona görə bunların da ikisini xəttləyirəm. Sonra keçirəm, bu hissəyə baxıram. Bunların da aşağı hissəsi demək olar ki, eynidir, amma yuxarı hissələrində bir balaca fərq var. Bax, fərq nədir? Fərq elə bax, bu xəttdir və daha sonra burada bu xətt belə çıxır, burada bu formada çıxır. Yəni, bunlar kiçik detallar olsa da biz buna diqqət etməliyik. İndi baxırıq ki, bunun güzgü əksi burada hansı olacaq? Düşünürəm ki, elə ən sonuncu hissədə yerləşən olacaq. Bunlar da bir-birinin güzgü əksi oldu. Daha sonra keçirik bura. Bunun misal üçün yuxarı hissəsi daha çox diqqət cəlb eləyir. Buna bənzəyən hissə burada hansıdır? Düşünürəm ki, elə burada da bu hissə olmalıdır. Bəli, tam olaraq burada da simmetriya var. Onda bunları da xəttləyirik. Tam mərkəzdə 5 fiqur qaldı. Baxın, bunlar ikisi elə açıq aydın görünür ki, mən bura bir güzgü gətirib tətbiq eləsəm, belə bu bunun güzgü əksidir. Ona görə bunlar ikisi də getdi. Bu iki dənə yanaşı olan fiqura baxanda görürəm ki, bunlar bir-birindən fərqlənir. Heç biri bir-birinin güzgü əksi də deyil. Deməli, bunların ikisindən biri olacaq. Onda bunlardan biri bu fiqurla güzgü əksi təşkil etməlidir ki, digəri sırada artıq olsun. Onda bunlar hansıdır? Bax, bununla da bu. Güzgü əksidir. Bunları da silsək, geriyə artıq olan fiqur, bax, bu fiqur qalır. Gəlin, indi baxaq görək bu hansı variantda özünü göstərib. Düşünürəm ki, bu da Y variantıdır. Bu arada siz də sualların hər birində videonu dayandırıb, özünüz həll etməyə çalışa bilərsiniz. Daha sonra cavabınızın doğru olub-olmadığını müəyyən etmək üçün videonu təkrar izləyə bilərsiniz. Yenə də şərtdə bir balaca fərqlilik var. Deyir ki, qanunluluğu pozan fiqurları tapın. Yəni, burada artıq bir neçə fiqur var. Yəqin ki, burada da eyni şəkildə. Amma burada işə qarışan bir məsələ də var. Yuxarı hissədə rənglər də var. Yəqin ki, rənglər güzgü əksi verib eyni qala bilər. Rənglər güzgü əksi verib rənglər də dəyişə bilər. Hər birinin qarşılığını tapanda, yəni buna diqqət etməliyik. Misal üçün, birincini tapsaq, bunun
ən birinci heç rəng hissəsinə baxmayaq, bunun fiqur hissəsinin güzgü əksini tapaq. O dəqiqə aşağılara baxanda daha tez tapmaq üçün, bax bunun aşağı hissəsi bu formadadır. Bəzilərində görürük ki, misal üçün bu formadadır, yuxarı qalxır ucu hissəsi. Bəzilərində misal üçün elə bu formada gəlir. Yəni ona görə tez diqqət eləyirik ki, bizə belə bir şey lazımdır. Bunu tapmalıyıq. Baxıram ki, burada buna uyğun gələn, elə bax, bu olacaq axı. Tam olaraq, bəli, uyğun gəlir, amma rəngləri də fərqlidir. Belə çıxır ki, biz bunları misal üçün ola bilər ki, biz bunları tapırıq, həm də bunların güzgü əksini tapırıq. Bax, bu nümunə, bu birinci nümunə aşağıda qanunuyğunluğu pozan nümunələrdən hər hansısa birinin yerində yoxdur. Bax, bundan bu fərqlənir. Bunlar eyni deyil. Bunlar eyni deyil. Ona görə belə çıxır ki, bəli, elə rəng də dəyişməlidir. Yaxşı, bu ikisi bir-biri ilə həm güzgü əksi, həm də yuxarısındakı rənglərin də tam tərsi olduğuna görə biz bunları götürdük. Deməli, bunun qarşılığı var. Keçirəm indi ikinci nümunəyə baxıram. Bu nümunəyə baxsam, aşağı hissə bilirəm ki, bu formada olmalıdır. Buna uyğun gələn aşağı hissə bir dənə budur. Məsələ burasındadır ki, burada rəng dəyişməyib. Belə çıxır ki, onda bu qanunuyğunluğu pozan hədlərdən, fiqurlardan biri də bu olacaq ki, aşağıda belə bir nümunə də var. B. Yaxşı. Keçək indi növbətisini tapaq. Gəlin buna hələ ki dəyməyək. Bu ola bilsin ki, bunun qarşılığı eyni şəkildə D də pozur. B və D pozur. İndi digərlərinə baxsaq görək nə olar. Burada misal üçün C var. Biz niyə vaxt itiririk ki, bir-bir hamısına baxıb? Aşağıdakı A, B, C, D, Y və F var. Bunlardan sırf bunlara baxıb görək bunların qarşılığı var ya yox. Misal üçün C. C hardadır? C-ni tapaq. Bax, C budur. Bəs bunun qarşılığı varmı? Bu daha rahat görünür burada. Və görürük ki, bunun qarşılığı da var. Deməli, bu deyil. A da deyildi. Ondan sonra baxırıq Y-yə. Görək bu Y-nin qarşılığı varmı? Y bax elə burada ən sonuncudur. Bunun qarşılığı ağ rəngdə. Özdə bax, bu fiqur olacaq. Deməli, onda Y-də deyil. Həmçinin baxırıq ki, onsuz da burada variantlar 2-2 göstərilib. Baxırıq ki, burada misal üçün bu belə bir nümunə heç yuxarıda verilibmi? Bəli, verilib. Burada verilib. Bunun qarşılığını tapmağa çalışaq. Bu da burada göstərilib. Ona görə də cavabımız B və D olacaq. Keçirik digər nümunəmizə. Deyir, fiqurlar yalnız saat əqrəbinin hərəkəti istiqamətində dönərək qalın xətlə göstərilən vəziyyətdən qırıq-qırıq xətlə göstərilən vəziyyətə keçirlər. Şəkillərə aid rəqəmləri bu şəkillərin alınması üçün fiqurların minimum dönmə bucaqlarının artma ardıcıllığı ilə düzün. Gəlin indi baxaq. Əvvəla burada deyir ki, yalnız saat əqrəbinin hərəkət istiqamətində dönə bilər. Bir-bir fiqurlarımızı analiz edək. Birinci fiqurumuz 7 guşəli bir ulduzdur. Və bu fiqur, baxırıq ki, misal üçün, birinci qalın xətli vəziyyəti müəyyən bir hissəsindən bir xətt çəkirəm. Bax, bu xətti çəkirəm. Bax, bu xətti uzada da bilərəm. Sonra baxıram ki, qırıq-qırıq xətlidə, bax, bu əslində geriyə gedə bilsəydi, çox kiçik bir bucaqla geriyə gedib bunu əldə eləyə bilərdik yenə. Yəni, bunu deyə bilərdim ki, saat əqrəbinin əks istiqamətində döndərib neçə dərəcə? Tutaq ki, 20 dərəcə, 15 dərəcə, bu şəkildə. Amma bizə dedi axı, yalnız saat əqrəbin hərəkəti istiqamətində dönür. Saat əqrəbinin hərəkəti istiqamətində və bizə nə deyir? Minimum dönmə bucağı. Yəni, bu ulduz şəklində olan bu guşə, tutaq ki, dönüb, bax, bu gördüyümüz, üzərindən xətt çəkdiyimiz bu guşə dönüb, bura da gələ bilər. Misal üçün, bu da ola bilər. Amma minimum dönmə bucağı deyirsə, biz ən yaxın olanını seçirik də. Saat əqrəbinin hərəkət istiqamətində buna ən yaxın olan hansıdır? Qırıq-qırıq xəttdə. Bax, bu. Bunu da çəkirəm belə. Və bucağı saat əqrəbi istiqamətində, hərəkətin istiqamətində ölçürəm. Təqribən bu neçə dərəcə ola bilər? Birinci düz olduğuna görə, şaquli xəttdə olduğuna görə, bax, bunu 90 dərəcə eləsəm, baxıram ki, bir 45 dərəcəlik xətt də çəksəm belə, bu 45 dərəcədən daha azdır. 35 ola bilər, 30 ola bilər, bəlkə də 40 ola bilər. İstənilən halda 45 dərəcədən daha kiçik bir bucaq alırıq.
Yazarıq 35 də yaza bilərik. Misal üçün 30 da yaza bilərik. Bura qeyd eləyək. 35 dərəcə. Misal üçün. Keçirəm ikinci fiqura. Bu fiqurda, bu fiqurun qövs formasında olan hissələri var, düz xətt olan hissələri var. Biz bu fiqurda da yenə də həmən o xətti tətbiq eləyə bilməliyik. Ən birinci qalın xəttlə tətbiq eləyirik bunu. Misal üçün bax elə ən rahat çəkə biləcəyimiz xətt düşünürəm ki, budur. Mən bu xətti tətbiq elədim. Bu xətti tətbiq elədim. İndi qırıq-qırıq olanda eyni xətti tətbiq eləyirəm. Fərqi yoxdur. Bax bu bunun bir dəfə tam döndərsək belə, yenə də misal üçün bu fiquru, qalın xəttli fiquru fikir verin, 180 dərəcə döndərsək nə baş verər? Heç bir şey baş verməz. Fiqur olduğu kimi görünər. Yəni bu elə bir fiqurdur ki, bunu 180 dərəcə çevirsək eyni forma alınır. Ona görə minimum bucaqdan söhbət gedirsə, ən azından bilirik ki, bu 180 dərəcədən aşağı olacaq. Bu bir. Həm də bu xətti bura tətbiq eləsək, artıq fərq eləmir. Deyə bilərik ki, bəlkə daha çox fırlanıb. Yox. Bilirik ki, onsuz da 180 dərəcədən az fırlanıb. Və bu xətti bax, bu oxu çəkdim belə. İndi hansı formada ölçəcəyik bunu? Misal üçün, bax bu formada ölçməyəcəyik. Niyə? Çünki saat əqrəbin hərəkət istiqamətində ölçməliyik. Nə qədər fırlansa bu şəkildə alınır. Baxıram ki, təqribən 180 dərəcədən azdır, sözsüz. 180 dərəcədən hardasa bir 40 dərəcə, 30 dərəcə civarında az olduğunu düşünürəm. Bəlkə biraz da çox, bəlkə də biraz da az. Bunu da yəni qiymətləndirmək üçün yenə bax götürüb bunu belə çəksəm, buradan bir dənə xətt çəksəm. Bu olar 90 dərəcə. Buradan bir dənə xətt çəksəm, bunu da 45-45 2 yerə bölərik. Yəni 90 dərəcə onsuz da var. Buradan bura onsuz da var. 45 dərəcə də onsuz da var. Bu elədi 135 dərəcə. Yerdə qalan hissəni 2 yerə bölsək bu 45-i, görərəm ki, daha çox hissə bu tərəfdədir, daha az hissə bu tərəfdə. Düşünürəm ki, buna da bir 15 dərəcə desək, elə 135, 15, buna bir 150 dərəcə deyə bilərik. Bəlkə də nisbətən biraz daha çox idi. Əgər ehtiyac olsa, yəni bucaqların ölçüsü bir-birinə çox yaxın olsa, həmən bucaqları təkrar analiz eləyə bilərik. Bunu da yazdıq bura 150 dərəcə olaraq. Olsun. Keçirik sonra növbətisinə. Burada baxırıq ki, misal üçün, buradan bu düz xətti belə çəksəm, düşünürəm daha yaxşı olur. Misal üçün, belə də çəkə bilərəm. Çünki bunu da artıq görə bilirəm. Belə də çəkə bilərəm. Fərq etməz. Bax, bu formada bu xətti çəkirəm. Növbətisində eyni xətti tətbiq eləsək, bax, bunlar hansı formada kəsişdi? İndi burada belə bir bucaq yarandı. Bax, biraz da bunu dəqiq çəkək. Belə bir bucaq yarandı. Bunların kəsişdiyi hissədə. Fərq yoxdur, bunlar harda kəsişir. Misal üçün, tam mərkəzdə kəsişməyə bilər. Və yaxud da bir-birindən bu qırıq-qırıq xəttlə qalın xətt çox aralı olsa, sadəcə paralel sürüşdürmədən istifadə eləyəcəyik. Misal üçün, fərz eləyək ki, bu qırıq-qırıq xətt olan fiqur çox aşağıdadır. Bax, buralarda bir yerdədir. Buralarda bir yerdədir. Fərq etməz. Yenə də uzatsaq kəsişdə eyni bucaq alınacaq. Bir də ki, siz bunu paralel köçürdə bilərsiniz. Yəni, bax, bunu bir parça olaraq çəkim. Bax, belə çəkim. Bunu sadəcə paralel köçürdüb gətirib bura qoya bilərsiniz. Sadəcə olaraq onda xətti fırlatmırıq. Olduğu kimi gətiririk, qoyuruq misal üçün bura. Yəni, bax, paralel köçürmə deyirlər buna. Bu şəkildə yenə də istifadə edə bilərik. İndi biz burada buna o qədər də çox ehtiyac yoxdur. Bu xətti bu şəkildə çəksək, necə bir bucaq əmələ gəlir? Saat əqrəbinin əks istiqamətində yox ha. Saat əqrəbinin hərəkəti istiqamətində neçə dərəcə bucaq əmələ gəlir? Yenə də buna bir perpendikulyar xətt çəksək, bax bu oldu 90 dərəcə. 90 dərəcəni görürəm ki, 45 dərəcədən çoxdur. Üstünə gəlsək hardasa bir 15 dərəcənin də üstünə gəlsək, bu da eləyər 60 dərəcə. Üçü də tapdıq 60 dərəcə. Olsun. 60 dərəcə. İndi keçək dördüncüyə baxaq. Bu dördüncü fiqurda isə hər hansısa bir formada bu xətti tətbiq eləyə bilərik. Misal üçün, bax, belə bir xəttə çəkə bilərik. Və yaxud da ki, belə bir xəttə çəkə bilərik. Əsas odur, biz bilirik ki, bu xətti nə formada tətbiq elədik. Mən bu xətti bu formada tətbiq eləyirəm. Bax, ox istiqamətini də mütləq istifadə eləyirəm. Nəyə görə? Çünki bu düz xəttin bu tərəfi ilə bu tərəfin arasında fərq var. Misal üçün, bu burada yox idi.
Nəyə görə? Çünki ikisi də eyni formadaydı. Və belə fiqurlar 180 dərəcədən çox, əgər bizə minimum deyirsə, 180 dərəcədən çox olmur. Amma bu fiqurda artıq 180 dərəcədən çox qiymət ala bilərik. Yəni dönmə bucağı üçün. Ona görə yuxarı hissəsinə oxu çəkirik. Bax, istiqamətim belədir. Görə indi bu oxu neçə dərəcə fırlatmalıyıq? Eyni şeyi tətbiq eləyirəm indi belə, bax. Eyni xətti tətbiq eləyirəm bura. Oxun istiqamətdə yenə gördünüz, eyni formada. İndi məsələ orasındadır ki, bu belə istiqamətdə gedib bu ox gələ bilməz bura. Ox deməli hansı istiqamətdə fırlanmalıdır? Gəlin bunu fərqli rəngdən istifadə edək. Ox bu istiqamətdə fırlanıb bura qədər gəlməlidir. Bu da neçə dərəcə eləyə bilər? Mən baxıram ki, misal üçün, bax bu düz xəttə bir dənə perpendikulyar çəksək, bu oldu 180 dərəcəmiz misal üçün. Hətta biraz da elə bil belə olacaq. Neysə. Bu oldu 180 dərəcə. 180 dərəcədən sonra da üzr istəyirəm, 270 dərəcə. Bura qədər 180 dərəcə. 180 dərəcənin üstünə gəl 90 dərəcə. Bu oldu 270 dərəcə. 270 dərəcədən də sonra bir 30 dərəcə, 40 dərəcə də varsa, bu gəlib təqribən olacaq bir 300 dərəcədə. Bunu da qeyd eləyək bura. 300 dərəcə. Və indi baxırıq növbəti fiqurumuza. Bu fiqurda isə biz görürük ki, bu ayrılan hissələr ki var, bax bu hissələr var. Bu hissələrin bir-biri ilə aralarındakı bucaq hər birinin 90 dərəcədir. 90 dərəcə, 90 dərəcə, 90 dərəcə. Onda belə çıxır ki, bu fiquru da biz əslində, misal üçün 4 hissəyə bölünürsə, misal üçün bu güşə 7 hissəyə bölünürdüsə, 360-ı böl 7-yə nə eləyəcək? Maksimum, yəni ondan çox fırlana bilməz də, minimum bucaq, yəni minimum dönmə bucağı ondan çox ola bilməz. Minimum yazılıbsa bura, əgər bu hər bir güşə arasındakı məsafə, uzaqbaşı bu bir güşə qədər məsafə gedə bilərdi. Bir balaca geridə olmalıdır ki, biz ən azından deyək ki, hərəkət eləyib və onda seçərdik ki, misal üçün 360-ı 7-yə bölərdik, alınan bucaqdan nə qədər az varsa onu götürərdik. Burada isə 90 dərəcədən az olacaq, amma nə qədər az olacaq onu indi biz müəyyən eləyək. Gəlin baxaq. Baxın, burada belə bir xətti çəksəm, belə. Bax, əslində tam mərkəzindən keçmədi ha bu xətt heç. Bir də bu xətti çəksəm belə. Burada nə baş verdi? Bax, bu uc hissələr yuxarı hissədə biraz kəsişdi. Bunların kəsişdiyi hissədə kiçik bir bucaq yarandı. Amma bu bucaq geriyədir. Bizə lazım olan bucaq hansı bucaqdır? Bunun buradan bura gəldiyi bucaqdır? Xeyr. Buradan bura gəldiyi bucaq bilirik ki, 180 dərəcədən nisbətən az olacaq. Amma bizə lazım olan hissə nədir ki? Bax, bunu tam mərkəzindən bir xətt çəksəm belə. Həmçinin bunu da tam mərkəzindən bir xətt çəksəm belə. Mən baxıram ki, bunun 90 dərəcədən nə qədər az dönüb? Təqribən bir 10 dərəcə deyək ki. Onda belə çıxır ki, bu fiqur bir 80 dərəcə döndərilə bilir. Yəni, biz bura artıq 180 dərəcəyə yaxın, misal üçün 170 dərəcə götürə bilmərik. Çünki onsuz da bu hissə həm buna bənzəyir, həm buna eyni hissələr olduğuna görə bunu 4 bərabər hissəyə böləndə görürük ki, 90 dərəcədən daha böyük qiymət ala bilmərik. Bu da olur 80 dərəcəmiz. İndi bizə nə lazımdır? Bunları artma ardıcıllığı ilə düzmək. Sözsüz 1 ilə başlayacaq. 30-35 dərəcə demişdik buna. 1 ilə başlayırsa onda B variantını ixtisar eləyirik. Ondan sonra D variantını ixtisar eləyirik. 1-dən sonra gəlməlidir. Baxırıq ki, 3. Onda C variantını da ixtisar eləyirik. 3-dən sonra gəlməlidir 5. 3-dən sonra 5 gəlir hər ikisində də. Daha sonra 2, sonra da 4. Belə çıxır ki, onda cavab Y variantıdır. Davam eləyirik və indi də gəlir. Deyir, böyük fiqur 3 konqruent fiqura bölünürsə, onlardan birinin üzərinə digərlərinə nisbətən daha çox sayda fiqur düşər. Bu xırda fiqurları seçin. Konqruent deyəndə nə nəzərdə tutulur? Baxın, bu böyük fiquru xətlərlə elə hissələrə bölməliyik ki, 3 dənə eyni fiqur alınsın. Yəni, bu fiqurları fırlatmaq yolu ilə, qatlamaq yolu ilə, tərs çevirmək yolu ilə
Yəni gətirib üst-üstə qoyanda eyni fiqurlar olsun. Yaxşı. Burada bizim ipucumuz nə ola bilər? Misal üçün, bax, bunun kənar hissəsi. Bu hissə, misal üçün, buradakı hissələri istənilən formada bölə bilərik də, hər hansısa bir yerdən. Bax, buradan bölə bilərsən, buradan bölə bilərsən, buradan bölə bilərsən, müxtəlif formalarda. Amma bu kənar hissəki var. Bu artıq bilirik ki, bu fiqurun, o 3 kongruentdən birinin müəyyən bir hissəsidir. Deməli, bu formada bir hissəni biz əldə etməliyik. Burada isə bu hissə bu formadadır. Yaxşı, biz hansı formada xəttlər çəkməliyik ki, 3 dənə eyni fiquru əldə eləyə bilək? Məsələn, bax, bu xətti buradan tətbiq eləsək, bax, belə bir fiqur alındı. Eyni xətti buradan tətbiq eləsək, burada da belə bir fiqur alındı. Və burada da həmçinin eyni fiqur alındı. Misal üçün, deyə bilərik ki, bu xətti niyə buradan çəkirik ki? Bəlkə bu fiqur bunun çöl tərəfinə düşür. Amma bu belə kiçik olsa, axı bununla uyğun gəlmir. Bunun bu hissəsinin uzunluğuna baxsaq, əlbəttə biz onsuz da tam dəqiqliklə bunu götürə bilmirik, xəttləri çəkə bilmirik. Amma ən azından bilirik ki, bunun 100% yuxarısındadır. Burada bir yerdədir. Həmçinin bu da ona uyğun gəlir. Belə hissələrə bölsək, 3 dənə eyni fiquru əldə etmiş oluruq. Bunların içərisində ən çox xırda fiqur hansının içərisinə düşür? Bax, bunun içərisinə. Və o xırda fiqurların nömrələri neçədir? 1, 3 və 6. 1, 3, 6 C variantı. Keçirik növbəti sualımıza. Bu da kongruentlərlə bağlıdır. Yenə də 3 hissəyə, eyni hissələrə bölünməlidir, ayrılmalıdır. Gəlin onda bunu hansı xəttlərlə böləcəyimizi düşünək. Bax, bu xətti çəkirəm belə. Təqribən bax, bunun yarısına kimi. Sonra çəkirəm belə. Burada da bunun yarısına kimi. Və bu xətti çəkirəm. Bax, belə bir şey əldə elədim. Digər çəkəcəyim xətt hansıdır? Bax, bununla eyni xətt üzrə bunu davam elətdirsəm, bura çəksəm, bu da oldu bir eyni fiqur, bu da oldu bir eyni fiqur. Bunların içərisində ən çox xırda fiqur hansının içərisinə düşüb? Bu fiqurun içərisinə düşüb və onların nömrələri neçədir? Yenə də 1, 6 və 7. 1, 6, 7 B variantıdır. Keçək növbəti sualımıza. Burada deyir ki, komplektlərin hər birində verilmiş şəkillər arasında qanuni uyğunluqlar var. Verilmiş şəkil hansı komplektə uyğundur? Gəlin birinci komplektə analiz eləyək. Birinci komplektdə, hər iki komplektdə 90 dərəcə qırılan xəttlər var. Bu formada xəttlər var. Bunların içərisində də hər birinin 2 dənə düzbucaqlı üçbucaq var. Bu xüsusiyyətlər eynidir, amma bu düzbucaqlı üçbucaqların yerləşməsi bir balaca fərqlidir. Birinci nümunəyə baxsaq, elə birinci komplektin birinci nümunəsinə görərik ki, bu düzbucaqlıların katetləri ilə bu xəttlər yan-yana paralel çəkilib və düzbucaqlının katetləri bu xəttlərlə belə deyək də üst-üstə düşür. Həmçinin burada da bu şərt eynidir, burada da eynidir. Heç bir katet kənara baxmır, ancaq xəttlərə tərəfdir istiqaməti. Burada da eyni şeydir, hər birində. İkincidə isə bu düzbucaqlı üçbucaqlardan birinin katetləri birincidəki ilə eyni formadadır. Amma bir kateti, digər üçbucağın, düzbucaqlı üçbucağın bir kateti bu xəttlərlə üst-üstə düşür, bir kateti isə kənara baxır. Yenə də bir üçbucağın hər iki kateti, digər üçbucağın da bir kateti bu xəttlərlə eynidir, paraleldir, biri isə kənara baxır. Biri kənara baxır. Bunun da xüsusiyyəti budur. Gəlin indi baxaq görək. Sırf buna görə bu hansı şərti ödəyir? Baxıram ki, bunun burada bir kateti kənara baxır, burada da bir kateti kənara baxır. Əslində bu şərt heç biri ilə ödənmir, yəni heç bir komplektin xüsusiyyəti ilə ödənmir. Ona görə də biz burada hansı variantı seçəcəyik? D variantı, yəni heç birini. Keçək növbəti sualımıza baxaq. Yenə də eyni formada sualdır. Verilmiş şəkil hansı komplektin ən az bir qanuni uyğunluğunu ödəyir? Artıq şərt dəyişdi. Bu şərtə görə cavabımız da dəyişəcək. Baxırıq ki, ən az bir qanuni uyğunluğu ödəyir deyirsə, belə çıxır ki, onda bu komplektlərdə birdən çox qanuni uyğunluğu ola bilər.
Bu qanun uyğunluqlardan da məcbur deyil ki, hər ikisi ödənsin. Ən azı biri ödənirsə, onda onu götürə bilərik. Gəlin indi baxaq. Misal üçün, bax, birinci komplektdə bu fiqurların uc hissələri neynir? Mərkəzdəki fiqurun əksi istiqamətə baxır. Baxın, onun tam əksinə baxır. Hər birində. Bütün bu kiçik fiqurlar mərkəzdəki böyük fiqurun tam əksi istiqamətə baxır. Yəni, burada bu istiqamət fiqura olan istiqamətdir, bu da onun tam əksidir. Bu bütün birinci komplektin bütün şəkillərində özünü doğruldur. İkincidə isə kənardakı xırda fiqurlar rənginin nə olmağından asılı olmayaraq hara doğru baxır? Mərkəzdəki fiqura doğru baxır. Bax, hər birinin istiqaməti mərkəzdəki fiqura doğrudur. Ona görə də biz bu xüsusiyyətə görə bu hansına uyğun gəlir? İkinciyə uyğun gəlir. Bax, bu şəkil, verilən şəkil nümunəsi görürük ki, daxildir, sual işarəsi yazılıb. Uyğun gəlir ikinciyə. Bir xüsusiyyəti idi bu. Yaxşı, onda heç bir variantın üstündən xətt çəkirəm. Birinci variantın üstündən xətt çəkirəm. Çünki ən azından bilirəm ki, ya təkcə ikincidir, ya da hər ikisidir. Bəs ikincidə başqa nə xüsusiyyətlər axtarıb tapa bilərik? Ümumiyyətlə, burada başqa nə xüsusiyyətlər axtarıb tapa bilərik? Əlbəttə, artıq ikincinin bir xüsusiyyəti uyğun gəldiyinə görə, ikinci digər hansısa bir xüsusiyyəti uyğun gəlsə də, gəlməsə də, onsuz da bu şərtimizi ödəyir də, ona düşünürəm ki, baxmağa ehtiyac yoxdur. Baxıram ki, mərkəzdəki fiqur neçə bucaqlıdır? 4 bucaqlı. Kənardakı fiqurların içərisində neçəsi rənglidir? 5-i. Mərkəzdəki fiqur neçə bucaqlıdır? 5 bucaqlı. Kənardakı kiçik fiqurlar neçəsi rənglidir? 6-sı. Mərkəzdəki fiqur neçə bucaqlıdır? 3 bucaqlı. Kənardakı kiçik, xırda fiqurlar neçəsi rənglidir? 4-ü. Deməli, belə çıxır ki, hər dəfə mərkəzdəki fiqurun bucaq sayından bir vahid çox rəngli kiçik fiqur olmalıdır kənarlarda. Bax, burada da ödəyir bu şərt, burada da ödəyir. Misal üçün, bu ikinciyə baxsaq ki, artıq ehtiyac yox idi əslində. İkinciyə baxıram ki, 3 bucaqlıdır. Amma rəngli fiqurların sayı neçədir? 2 dənə. Yəni, burada artıq bu dəfə nədir? Bir vahid az. 6 bucaqlıdır. Burada neçə dənədir? Rəngli 5 dənə. 4 bucaqlıdır? 3 dənə. Yaxşı, bu şərt hansısa biri bununla uyğunluq təşkil eləyir bu kənarda verilən şəkillə? Xeyr. Çünki burada mərkəzdə 3 bucaqlıdır. Kənardakı bu xırda fiqurlardan da 3-ü rənglidir. Yaxşı. Onda bunu belə götürdüksə, yəni bu şərt belə çıxır ki, heç birinə aid deyil. Yaxşı, indi biz başqa hansısa bir xüsusiyyət müəyyən eləyə bilərikmi burada? Baxın, elə bir xüsusiyyət əslində var. Buradan bir simmetriya oxu çəksəm, baxın, rəngli və rəngsiz fiqurların burada tam mərkəzindən bir simmetriya oxu çəksəm, rəngli və rəngsiz fiqurların simmetriyasının olduğunu görürük. Hətta mərkəzdəki fiqur da tam simmetrik formada, ortadan 2 yerə bölünüb. Bu yuxarıdakı rəngli fiqur da, tək olan rəngli fiqur da mərkəzdən tam 2 yerə bölünüb. Həmçinin bu ağ fiqur da. Yəni, belə çıxır ki, onda burada simmetriya məsələsi də var. Bax, indi gəlin bunun üçün çəkək. Bununla bunun tam simmetriyası var, bununla bunun simmetriyası var. Bununla bunun həm rənglərinin, həm fiqurların özlərinin simmetriyası var. Bu təkcə rəngli fiqurlara aid deyil ki, elə ağ fiqurlarda da bu şərt ödənir. Bax, yenə də simmetriya oxu çəkirəm. İndi biraz əyri düşür. Amma görürəm ki, burada da simmetriya gözlənilib. Digər nümunələrdə də həmçinin bu gözlənilmiş olacaq. Belə çıxır ki, onda biz baxırıq indi bura. Eyni xətti çəksək bura. Baxıram ki, burada da simmetriya var. Rənglilərin də, rəngsizlərin də simmetriyası gözlənilir. Onda belə çıxır ki, həmçinin birinci komplektində ən az bir qanun uyğunluğunu ödədiyinə görə biz B variantını seçəcəyik. Davam edək. Deyir ki, şəkil əvvəlcə 1-1 və 2-2. Yəni, bu nədir? Bax, bu 2-2 xətti budur. 1-1 xətti budur. Əvvəlcə deyir, bu xətlər üzrə qatlanır. İçəriyə doğru qatlasaq bunları, bax, bunu bura qatlayarıq, bunu da bura doğru qatlayarıq. Sonra 3-3 və 4-4 xətləri üzrə qatlanır. Yəni, bu xətt üzrə və bu xətt üzrə qatlanır. Üçüncü xətt üzrə qatlansa, hansı formada gələcək? Misal üçün, bu qalxacaq yuxarı. Bu da gələcək aşağıdan, bax, bu yuxarıdakı da gələcək aşağıdan bunun üstünə.
4-4 xətt üzrə qatlansa, bax bu gördüyümüz hissə gələcək, bax bunun üzərinə, sual işarəsinin üzərinə. Bizə də əsas bu hissə lazım olduğuna görə, indi bura baxacağıq. Əvvəla gəlin təklif eləyərəm ki, hər fiquru ayrı-ayrı götürüb izləyə bilərik. Bu hansı formada gəlir? Misal üçün 1-1 xətləri üzrə qatlananda hansı formaya gəlir, düşür? Ondan sonra 3-3 və 4-4 xətləri üzrə qatlananda hansı formada gəlib bu mərkəzə toplanacaq? Misal üçün, eyni olan fiqurlar var ki, burada. Bax, bütün variantlarda eynidir. Bu da, bu da, bu da, bu da. Bunu izləməyə ehtiyac var? Yox. Bax, bu həmən bu fiqurdur. Bu 2 xətt üzrə qatlananda, 1 xətt üzrə qatlanma olanda buna heç bir aidiyyatı yoxdur. Bu ancaq hansı xətt üzrə qatlananda gəlib keçib düşəcək bura. 3 xətt üzrə qatlananda gəlib bu formada düşəcək bura. İndi gəlin baxaq. Bizə hansı fiquru izləmək lazımdır? Bax, burada izləyə biləcəyimiz fiqurlar biri olsun bu. Buradan davam eləsək, bax bu yuxarıdakı fiqur hər birində eyni formada gəlib düşür. Bu üçbucaq hansı formada gəlib düşür? Bu üçbucaq, baxıram ki, 2 dama bu tərəfə və arada 3 damada fərq var. 3 dama aşağı, burada yerləşməlidir. Özdə hansı istiqamətdə? Üzü yuxarı istiqamətdə. Çünki buradan bir güzgü əksi versək, bir simmetriya versək, bu formada düşür. 3 dama aşağıda ki, bu hər birində belə deyil. Burada neçə dama aşağıdadır? 2 dama aşağıdadır. Onda C variantını silərik. Daha sonra davam eləyərəm burada, hansının üzərində. Bax, bu ikinci xətt üzrə gəlir. 2 dama bu tərəfdən düşür, bax bura. İndi bunu bir də 3-cü xətt üzrə qatlasaq, onda gəlib necə düşəcək? Üzü aşağı istiqamətdə. Bax, buradan 1 dama, 2 dama bu tərəfdə. Üzü aşağı istiqamətdə olmalıdır. Ki, bunların hamısında eyni şəkildə şərti ödəyir. Baxırıq ki, bax burada A ilə B-də fərqli olan fiqur formaları var. Baxaq, bax burada da, burada da. Birində fərqlidir. Gəlin onda bunu analiz edək. Bu hansı xətt üzrə qatlanıb? Gəlib bu sual işarəsi olan hissəyə düşəcək. Bu qatlanacaq. Bu qatlanacaq, bax bu xətt üzrə. Gəlib onda bura necə düşəcək? Bax, belə fiqurların gəlib ən uzaq küncə düşəcək. Belə görmək çətindirsə, elə öz yanında bir dənə simmetriya oxu çəkə bilərik. Öz yanında bu oxu çəksək. Bax, bu indi belədirsə istiqaməti. Güzgü əksində də belə olmalıdır da, düzdür? Onda belə çıxır ki, B variantı da buna uyğun gəlmir. B variantını da ixtisar eləyirik. Daha sonra burada hansı fiqurları izləyə bilərik? Yuxarıda üzü aşağı olan formalar hamısında eynidir. Yerdə qalan 2 nümunəmizdə fərqli olan hissələr hansıdır? Fərqli olan hissələr, bax, burada bir fərqlilik var. Gəlin onda elə bu fiqurları axtaraq. Görək bu hansıdır? Bax, bu gördüyümüz fiqur içəriyə doğru qatlananda yenə bax 1, 2 dama keçdik bu tərəfə. Oxun da istiqaməti necə olmalıdır? Bax, belə olmalıdır. A variantında 3 dama keçib bu biri tərəfə. Axı, necə 3 dama keçə bilər? 2 dama buradan məsafəsi varsa, 2 dama da buradan məsafə qoyub, bu ox işarəsini əks istiqamətə çəkməliyik də. Ona görə A variantında ixtisar eləyib D variantını seçirik. Davam eləyək. Buna bənzər bir digər sual nümunəsi. Burada şərtlə bağlı heç bir şey yazılmayıb, amma işarələrlə göstərilib ki, bax, bu oxlar üzərində içəriyə doğru qatlama olmalıdır. Bax, bu ox üzrə bunları içəri qatlamalıyıq, bunları içəri qatlamalıyıq. Ondan sonra baxırıq ki, bunlar hər biri içəriyə doğru qatlanmalıdır. Bunlar içəriyə doğru qatlanmalıdır. Gəlin onda bunu əməliyyatı yerinə yetirək. Ən birinci hansıyla başlamalıyıq? Ən birinci başlamalıyıq ki, bax bu üçbucağı içəriyə doğru qatlasaq, gəlsə içəri, hansı formada düşəcək? Fiqurun hər birini ayrılıqda analiz edirik də. Bu üçbucaq gəlib bura düşəcək, bax, elə bil ki, bu formada. Təqribən, biraz səliqəsiz alınır. Bu yuxarıdakı hissəni görürük. Bu yuxarıdakı hissə də gəlib bunun üstünə düşməlidir təqribən. Bax, belə bunun aşağısında simmetriya oxunu çəkirəm. Bu təqribən bu tərəfi düz. Bax, belə bir üçbucaq alınır da.
Bu üçbucağı üz aşağıya doğru çəksəm, gəlib bununla belə üst-üstə düşəcək. Bu hissəsi olacaq düz, bu hissəsi isə belə bir dənə fiqur alınacaq. Sonra bax bu hissədə gəlib burada bu şəkildə düşəcək. Burada nə alındı? Bir dənə trapesiya alındı. Bu tərəfdə bir trapesiya alındı. Bu şəkildə baxsaq, B və Y variantlarında bu trapesiyanı baş aşağı formada verib. Ona görə B və Y variantlarını silirik. Geridə qalan variantlarla davam eləsək, görərik ki, gəlin heç bunu silək artıq burada. Biraz səliqəsiz dalındı. İndi keçirəm bu biri tərəfinə baxıram. Bax bu xətt boyunca, bax bu xətt güzgü əksi versək necə gəlib düşəcək? Bax bu belə. Bunun yuxarısındakı bu xətti görürsüz. Bu xəttdə də güzgü əksi versək, bax bu plus gəlib içəri düşəcək belə. Bu plusun içərisindəki bu xəttdə belə uzatsaq, bu belə uzun xətt alınacaq. İki variantların hamısında bu onsuz da bu şəkildə gözlənir. Bəs yaxşı, variantlardakı digər xəttlər hardan əmələ gəlib? Baxıram ki, bu yuxarıdakı xətti görürük. Bu yuxarıdakı xətti tam aşağı endirəndə belə bir xətt alındı. Təqribən belə bir xətt alındı ki, bunlardan hamısında var. Və nəhayət bu xətt isə, bax yuxarıdan aşağı fırlananda bu gəlib düşür belə və uc istiqaməti də belə. Burada fərqli olan variant hansıdır? D variantı. D variantını da ixtisar eləyirik. Sonra baxırıq, yerdə iki variantımız qalıb. Baxın, bu trapesiya bu şəkildə düşüb. A və C variantlarının onsuz da hər ikisində eynidir. Bu gördüyümüz bucaq, üçbucaqlı. Bunları ayrı çəkək, bunları silim. Bu üçbucaqlı bu formada düşüb. Bu trapesiya da fırlanıb. Bu formada düşdüyünə görə bir beşbucaqlı əmələ gətirib. Bunu bildik. Bu yerdə qalan variantlarda onsuz da bu eyni formadadır. Burada bax bu hissələrə baxsaq, görərik ki, fərq var. Həmçinin yuxarıdakı hissələrdə də fərq var. Bu hissə, bu gördüyümüz düzbucaqlı üçbucaq gəldi, keçdi bura, düşdü bax belə. Bu gördüyümüz düzbucaqlı üçbucaq düşdü bu formada. Bunun yuxarısında, bax bu tərəfdə gördüyümüz bu üçbucağı da bu xətt üzrə simmetriya eləyəndə. Bu da gəlib düşür bura, bu formada. Nəticədə belə bir şey alınır. A variantında isə bunu tərsinə verib. Ona görə A variantını da ixtisar elədik, qaldı bir dənə C variantı. Yuxarıdakı dairələrə də baxsaydıq, görərdik ki, bu dairə misal üçün fırlanır. Bax buna elə buradaca güzgü əksi versək necə bir şey alınır? Bu dairə fırlanır. Bax belə bir şey alınır. Bu da gəlib güzgü əksi bu tərəfə düşəndə belə bir şey alınır. Nəticədə bax bu formada görünəcək. C variantında olduğu kimi görünəcək. Keçək növbəti sualımıza. Bu sualımızda isə deyir ki, qanunuyyğunluğu müəyyən edin və sual işarəsinin yerinə uyğun gələn variantı seçin. Gördüyünüz kimi mərkəzdə düzbucağın içərisində 4 dənə 8 güşəli ulduzlarımız var. Bu ulduzlarımızı müxtəlif sətirlərdə, müxtəlif sırada yerləşən ulduzları rəngli formada verib. Və bu təsir eləyir. Baxın, sol tərəfdə verilən fiqur bu ulduzların yerinə yetirdiyi funksiyaya görə dəyişir, sağ tərəfdə fərqli bir formanı alır. Biz misal üçün ilk 1 və 3-ü görürük. 1 və 3 rənglidir. Bu necə təsir eləyib? Əvvəla baxıram ki, burada 2 bu cür fiqur var, bir dairə var. Burada isə 2 dairə var, bir bu cür fiqur var. Belə çıxır ki, onda bunlardan biri, kənarda misal üçün yazmağa çalışaq. 1, 2, 3, 4. Belə çıxır ki, bu fiqurlardan biri, daha doğrusu bu rəngli ulduzlardan biri fiqurları dəyişir. Yəni, o rəngli formada olanda yerinə yetirdiyi funksiya odur ki, fiqurlar dəyişməlidir. Həmçinin başqa nə dəyişib? Baxıram ki, bu qara rəng burada 3-cü sırada gəlib. Bax, 1, 2, 3. Burada keçib 1-ci sıraya. Bundan ötürü nə edə bilər? Bundan ötürü də bunu, misal üçün, bayaq dediyək, güzgü əksi ifadəsindən istifadə edib. Bundan ötürü buna güzgü əksi verər. Misal üçün, gətirib bura güzgü qoysaq, misal üçün, ağ fiqur keçər bu tərəfə, bu belə, bu da belə görünər. Misal üçün, bu rəngli hissə belə görünər, buradakı kimi. Amma həm də fiqurlar dəyişdiyinə görə bu fiqurlar, yəni bu gördüyümüz fiqurlar, rəngli və rəngsiz olan, çevrilib olub dairə bu şəkildə. Bir də nə edib? Bu dairə də olub bu fiqur. Deməli, 1-ci və 3-cü ulduzlar
neynir? Hansı əməliyyatı yerinə yetirir? Fiquru dəyişir. Gəl bunu bu tərəfdə yazaq. Hələ hansının nə etdiyini bilmədiyimizə görə. Bir fiqur dəyişir. Bir də güzgü əksi olur. Bir də güzgü əksi olur. İndi müəyyən eləyəcək ki, bunun hansı neynir? Amma 4-cü ulduza baxıram, o tək başına verilib. Və artıq burada nə baş veribsə, nə dəyişiklik olubsa, deməli bu 4-cü ulduzun yerinə yetirdiyi əməliyyatdır. Baxaq görək nə edib 4-cü ulduz. Mən baxıram ki, bu başdakı böyük qara fiqur olub kiçik fiqur. Bu kiçik fiqur olub böyük fiqur. Kiçik dairə olub böyük dairə. Belə çıxır ki, onda 4 neynir? 4 ölçünü dəyişir. 4 ölçünü dəyişir. Gəlin bunu qeyd eləyək. Ölçü. 3-ə baxaq. İndi 3-ü buradan artıq görə bilərik. Çünki burada 4 ölçünü dəyişdi. Amma burada nə baş verib? Baxıram ki, 2 fiqur, yenə də 2 fiqur. Deməli, 3 fiquru dəyişmirmiş. 3 neynirmiş? Güzgü əks verilmiş. 4 də fiqurların ölçüsünü dəyişdiyinə görə. Belə bir şey alınır. Deməli, 3 nə imiş burada? Güzgü əksi. Sonra baxıram. Onda belə çıxır ki, bir də nə imiş? Fiqur dəyişmək. Çox yer olmadığına görə mən bu formada yazıram. Yerdə qaldı bu 2-ni tapmağa. Bir dedik neynir? Fiqurları dəyişir. Onsuz da dəyişib və biz onu burada görürük. 2 dənə bu fiqur ölçüləri də eyni qalmaqla dəyişib. Amma bir də bu fiqurların nəyi dəyişib? Rəngləri dəyişib. Onda belə çıxır ki, 2 də nədir? Rəngi dəyişir. Vəssalam, biz bu ulduzların yerinə yetirdiyi əməliyyatı müəyyən elədik. İndi gəlin aşağıda görək sual işarəsinin yerinə nə olmalıdır. Ən birinci 1 gəlsin. Fiqur dəyişməlidir. Tutaq ki, burada yazıram da. Onda olmalıdır birinci ağ bu fiqurdan. Ondan ardınca gəlməlidir qara rəngdə. Tutaq ki, rəngli formada bu fiqurdan. Rəngli formada böyük bu fiqurdan. Ölçüsü dəyişmədi ki, sadəcə fiqurların özü dəyişdi. Sonra 2-yə baxıram. 2 də neynir? Rəngi dəyişir. Belə çıxır ki, artıq, bax, bu fiqur olur qara rəngdə. Ardıcıllıqla əməliyyatı göstərirəm. 2 rəngi dəyişmək olduğuna görə. Bu olur kiçik ağ fiqur, bu olur böyük ağ fiqur. Rənglər də dəyişdi. Sonra da 3 gəlir. 3 də buna güzgü əksi verir. Buna güzgü əksi versəm, ağ böyük dairə keçəcək yuxarı başa, ortada olacaq ağ kiçik dairə, sonda olacaq rəngli bu fiqur. Bu da hansı varianta uyğun gəlir? A variantına uyğun gəlir. Keçək növbəti sualımıza. Burada da eyni formada yanaşırıq. Mərkəzdə görürəm ki, 2 dənə ulduz rənglidir. Bunlar hansı əməliyyatı yerinə yetirə bilər? Gəlin 1, 2, 3, 4-ü yenə bura yazaq. 1, 2, 3 və 4. 2 və 3 nə eləyə bilər? Baxıram ki, 2 bu fiqur var burada, bir dairə. Burada isə 2 dairə, bir fiqur var. Belə çıxır ki, burada fiqurların dəyişməyi mütləqdir. Fiqurların dəyişməyi mütləqdir. Bir də baxıram ki, burada ölçü də dəyişib. Kiçik olanlar böyüyüb. Belə çıxır ki, biri nədir? Fiqurun dəyişməyidir. Biri də ölçünün dəyişməyidir. Əla, olsun. Sonra 4 ilə 1-ə baxanda ikinci sətirdə görürəm ki, burada nə baş verib? Bir güzgü əksi var. Nəyə görə? Çünki bax, bu kiçik dairə 3-cüdür. Keçib olub burada 1-ci. Tam güzgü əksi. Misal üçün, bura gətirib bir güzgü qoysa, bunun güzgüdəki əksi bu formada ola bilərdi. Bir güzgü əksi var burada. Bir güzgü əksi var. Bir dənə var dedik burada. Baxıram ki, bu fiqurun içindəki bu xət elə bir 90 dərəcə fırlanıb. Yəni, əslində fiqur fırlanır. Biz sadəcə olaraq bunu, misal üçün, bu nümunədə müşahidə eləyə bilmirik. Çünki bunun 90 dərəcə fırlanmış vəziyyəti də elə bununla eynidir. Amma hansıların içindəki xət var, o xətlərə əsasən biz tapa bilirik ki, bəli, bu 90 dərəcə fırlanıb. Deməli, bir də 90 dərəcə fırlanma var burada. Bəs deyə bilərik ki, onda bu fiqur yenə niyə olduğu kimi qalıb? Çünki güzgü əksi verəndə, bax, bura gətirib bir güzgü qoysam, bunun güzgü əksi versəm, bu xət belə gəlib düşəcək onsuz da. Bir də 90 dərəcə fırlananda, fərqi yoxdur, sadə əqrəbi əksi. Yenə də eyni formanı gəlib alır. Bax, ona görə burada kənardakılar eyni formadadır. Biz bu fırlanmanı sadəcə neydə görürük? Bax, bu
fiqurlarda görürük. Deməli, 2 və 3 fiqur dəyişmə, ölçü dəyişmədir. 4 və 1 güzgü əksi və fırlanmadır. İndi bunu nəyə əsasən müəyyən edək? Gəl burada 3 ilə 4-ün ikisinin bir yerdə olduğu hissəyə baxaq. Nə baş verib burada? Baxıram ki, ölçülər dəyişib. Ölçülər dəyişibsə, deməli 3 nə imiş? Ölçü dəyişməyi imiş. 3 üçün yazaq ölçü. Onda 2 nə olacaq? Fiqur dəyişməyi. Fiqur dəyişməyi. Bu da oldu ölçü. İndi 4 nədir bəs onda burada? 4-ə baxsaq, 4 nə ola bilər? 4 güzgü əksidir artıq. Niyə? Buna güzgü əksi verəndə bu formada gəlib düşür. 4 güzgü əksidirsə, bir də nə olacaq onda? Fırlatma. Və yaxud da buna çevirmə yazaq ki, fiqur dəyişməyi ilə eyni görsənməsin. Çevirmə. Bu da oldu çevirmə. İndi baxaq görək bizdən nəyi soruşur. Birinci, bir nömrəli ulduz rənglidir. Bu da o deməkdir ki, bu çevrilməlidir 90 dərəcə. Yaxşı, biz bunu 90 dərəcə çevirsək, bir də bununla paralel nə var? Fiqur dəyişmə var, bir də güzgü əksi var. Artıq buna diqqət etməliyik ki, güzgü əksi versək, bunlara güzgü əksi versək birinci. Bu güzgü əksi verib bunu sıradan çıxardaq. Güzgü əksi, bax bunu düzbucaqlı formada göstərirəm. Bu rəngli hissə. Güzgü əksi verəndə bax bu xətt də gəlib düşür bu formada. Xətti qırmızı ilə çəkək. Xətt də gəlib düşür içində bu formada. Bax buna güzgü əksi verdim. Ondan sonra davam eləyirəm. Növbəti yenə də rəngli. Bu kiçik. Bu tərəfdə də güzgü əksi versəm ağ dairə. İçərisindəki xətt də güzgü əksi ilə necə düşəcək? Bu formada düşəcək. Həmçinin dedik, nə olmalıdır bir də burada? Çevrilməlidir. Çevrilirsə artıq burada xəttlər hansı formada yazılmalıdır? Xətt çevrilib bu formada olmalıdır. Bunun xətti isə bu formada olmalıdır. Bir də nə var burada? Dedik ki, fiqurun özünün dəyişməyi. Fiqur dəyişirsə, bu olacaq qara dairə, içərisində belə bir xətt. Bu fiqur dəyişirsə, burada olacaq qara, kiçik dairə. Burada da fiqur dəyişirsə, nə olmalıdır? Ağ, bu formada fiqur. Bu da uyğun gəlir A variantına. Belə əziz izləyicilər, ümid edirəm ki, video izahımız sizin üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.